Videoya keçməzdən əvvəl zəhmət olmasa kanala abunə olub bildirişləri aktiv edin ki, ən son xəbərlərdən xəbərdar olasınız. Dini qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədovun rəhbərliyi ilə Heydər məscidinin imamları Hacı Rüfət Qarayev və Hacı Hafiz Abbasov Almaniyanın paytaxtı Berlin şəhərində yerləşən Şəhidlik məscidini ziyarət edib. Nümayəndə heyətinə məscidin tarixi, memarlıq xüsusiyyətləri, dini və sosial fəaliyyətləri barədə məlumat verilib. Bildirilib ki, Osmanlı memarlıq üslubunda inşa olunmuş məscid Almaniyadakı müsəlman icmaları arasında əhəmiyyətli mərkəzlərdən biri hesab olunur. Məscid dini ibadətgah yeri olmaqla yanaşı təhsil, informasiya və mədəni tədbirlərin keçirildiyi məkan kimi də tanınır. Ziyarət zamanı nümayəndə heyəti məscidin rəhbərliyi ilə də görüşüb. Dinlər və mədəniyyətlər arası dialoqun önəmi, tolerantlığın təşviqi və əməkdaşlığın perspektivləri ilə bağlı müzakirələr aparılıb.